8-lik say sistemi cəmi 16-lıqda istəyir. Mətin, bunların hər birini ya istəsən 10-luğa çevir, ya 10-luğa çevir, topla 16-ya çevir, ya da ikisini 8-likdə toplayırsan. 123, üstə gəl 365. Elədi neçə? 8 8-likdə yoxdur. 8-dən 8 çıxan 0 yazıram, 1 yadda. 2, 6, 8, 1 yadda 9, 9-dan 8 çıxan 1 yazıram, 1 yadda 4, 1 yadda 5. 518-likdə. Deyir, bunu 16-lıqda tap. Neyinirdik? Mətin, nətər eləyirdik? 8-dən 16-ya keçəndə. Əvvəl 10-luğa keçirdik deyəsən. Ya 10-luğa çevirib 16-luğa çevirsən, ya da birbaşa 2-liyə çevir də. 2-likdə daha rahatdır. 2-liyə çevirəndə 2-yə bölə gelirik. Yox. 8-dən 2-liyə keçəndə nə edirdik? 1, 2, 4 yazırdı. Qayda yadındadır 1, 2, 4 qaydası. Bax, qırağa yazırsan 1, 2, 4. 5-i bunların hansını cəmi ilə ala bilərsən, Mətin? 4-lə 1, bildim mən. Onların altına 1 yazırsan, o birisi 0 yazırsan. Aydındır? 5-in kodu olur 101. 1-in kodu nə olacaq? 1, 2 dənə 0. Yəni 0, 0, 1. 0-ın kodu ilə 3 dənə 0. 3 dənə 0 niyə yazırıq? Çünki 8-lik say sistemində bir rəqəm 3 bitdir. Çevirdik 2-liyə. İndi 2-likdən 16-lığa nə edirdik? 4, 4 ayırırdıq. Yadındadır? Üstünə yazırdıq 1, 2, 4, 8. Bu eləyəcək 8. Bu eləyəcək 4. Bu da eləyəcək 1. 148. Ya da elə kodlarını əzbərləyə edə bilərsiniz. 0-dan, daha sonra 1-dən 15-ə qədər bütün rəqəmlərin ikilik kodlarını əzbərləyə bilərsiniz. Məsələn, 1-in kodu 1-dir. 2-nin kodu 1-0-dır. 3-ün kodu 1-1-dir. ASD onları bilirsən sən? Mən əzbərləmirəm, nə ilə? Yadımda saxlayıram, nə yaza bilməm, nə? Ehtiyac görmürəm. Baxın, amma istəsə də əzbərləyə bilərsiniz. Bax, 2, 1-0-dır. 3, 1-1-dir. 4, 100-dür. 5, 101-dir. 6, 110-dur. 7 nə idi? 111. 3 dənə, 3 dənə 1, 8, 1000. 9, 1001. A neçə idi? 10. Bədə bilmirəm, bilirsiniz də, 10. B, 10, 11. C, 1, 1, 0, 0, yəni 8-dən 4-ün cəmi. D, 1, 1, 0, 1. Y, 1, 1, 1, 0. F nə idi bəs? Ən axırıncı. 4-dən 1. Bunu əzbərləyəsəniz, heç sizə ay 2, 4, 1, 2, 4, 8, 1000, 1, 2, 4 ehtiyac yox. 1 saniyə həll edirsiniz. Sonra Mənim 6-cı suala baxardım. 6. Aha, yazıb bu onluq ədədini 16-lıq say sistemində ifadə edilərsə, həmin ədəddə neçə dənə 0 olacaq. İndi bax, Mətin, 16-lıqda istəyir. Biz nə edirdik ki, sən onları çoxlu işlədim. Necə? 6, hə, üzr istəyirəm. 100 rəqəmli 8-lik say sisteminə, 100 rəqəmli ədədi 8-lik say sistemində ifadə olunarsa, alınan ədəd ən çox neçə rəqəmli olar? Buna aid işlədik də, Mətin, keçən dəfə. Bax, 100 rəqəmli ədədim var. Müxtəlif rəqəmlərdən ibarət. Bilmirəm hansı rəqəmlərdir ki, durum onu 2-liyə çevirir. Bilmirəm. Bir də mənə bildiyim nədir, Mətin? 8-lik say sistemindəki bir dənə rəqəm 2-likdə neçə dənə rəqəmlə bərabərdir? Üzr istəyirəm, yoldaşlar. Bu misal səhvdir. 100 rəqəmli 16-lıq ədəd olmalıdır. Bu misal səhvdir. Ayşə, sən bunu nətər yazmışdın? Yazmamışam, mənə də bir burada bir dənə 16-lıq yazırsınız. İndi deyin görün, nətər eləyərik? Bu söz bura əlavə olsa. 100 rəqəmli 16-lıq ədədi. Əvvəlcə 2-liyə çevirərik. Vurarıq 4-dən, 100-ü vurarıq 4-dən. Mətin aydındır? Neyiniyərəm? 16-lıq ədəd dediyinə görə, Mətin, götürərəm. 100-ü vuraram nəyə? 4-ə. Niyə 4-ə vururam? 16-lıq say sistemində bir simbol 4 bit. 4 bit olur. 2-liyə çevirəndə bu olacaq 400 rəqəmli ədəd. Düzdür, Mətin? İndi, deyir mənə 8-liyə çevirdi. Mən neçə bölə-bölə geçəcəm? 3 bitə. 400-ü 3-ə böləndə də, indi görün neçə dəfə eləyim? 400 böl 3. 133. Deməli, ən az 133-dən ola bilər. Ən çox 134 dənə. Bundan həmişə bir vahid çox götürürsən. İndi bizə nə deyir? Ən çoxdur. Olacaq 134 dənə. Aydındır? Çünki qabaqda bir dənə bir artıq qalır 4-4 ayıranda. Yəni, bunun da qabağında 3 dənə 0 artırsaq, bu da bir ədəd olur. Olur 134 rəqəmli. Sonra
9. Aha. Baxaq 9-a. Deyir ki, 0, 1, 2, 3, 4, 5 simvollarından ibarət əlifbada 3 rəqəmli bütün ədədlər yaradılır. Verilmiş ədədlər aşağıdakı artma ardıcıllığı düzülüb. Verilmiş sırada 432 ədədinin sıra nömrəsi müəyyən edin. Baxın yoldaşlar, bu 0-dan başlayır 6-ya qədər gedir. Düzdürmü? Mətin, bu neçəlik say sistemidir? 6'lı. Neçə? 6'lı. Bu 6-lıq say sistemi, düzdür. Bir də biz fikir versək burada diqqətlə. Burada görərik ki, mənim birinci sıramda duran ədədimin, birinci sırada duran ədədimin, üzr istəyirəm, bir dəqiqə. Birinci sırada duran ədədimin sıra nömrəsi neçədir? 1-dir. Amma ədədim neçədir? 0, 0, 0-dır. Bax, 3 dənə 0 var, sıra nömrəsi 1-dir. Birinci sıra nömrəsi nədir, Mətin? 2. Üçüncü sıra nömrəsi nədir? 4. İndi bizə deyir ki, verilmiş sırada 432 ədədinin sıra nömrəsini müəyyən edin. Yəni, bu olacaq 0, 1, 2, 3, 4, 5. Bizə hansını istəyir? 432-nin sıra nömrəsini istəyir. Məndə sıra nömrələri onluq say sistemindəndir, Mətin. Amma bu isə 6-lıq say sistemindəndir. Deməli, mən 432-ni neyiniyərəm? 6-lıqdan onluğa çevirərəm. 0, 1, 2. Bu eləyər 4 vur 6-nın kvadratı. 6-nın kvadratı eləyir 36. 36-nı 4-ə vuranda, deməli, 4, 2 yadda 216. Üstə gəl. 3 vur 6 üstü 1, 18. Üstə gəl 2. Bu neçə edər bizdən? Edər 20, 236. 236 eləyir. Bax bir dənə. 216, bu ikisi 20 eləyir. Hə, düzdür. 236 onluqda. İndi bizdə bir dəqiqə, mən desən səhv vurdum. Mən niyə 6-ya vurdum? 36-nı 4-ə vurmalıydım. 144 eləməlidir. Bunu səhv vurmuşam. Bax, birinci 4 vur 6-nın kvadratı 144 eləyir. Üstə gəl 18, üstə gəl 2. Hə, indi düzdür. Bu da eləyir 20, 164. Hə. Mən tapdım ki, 6-lıq say sistemindəki 432 ədədinin, yəni sıra nömrəsi 432 olan ədədin, onluq say sistemində neçəymiş? 164. Və biz nəyi bildik? Bildik ki, əgər bir ədəd varsa, onun sıra nömrəsi ondan bir vahid yuxarıdır. Yəni, bu özdə onluq say sistemində verilir, bu sıra nömrəsi. Yəni, mənim ədədim 164-dürsə, sıra nömrəm neçə olacaq? 165. Bizdən zaten sıra nömrəsini istəyir, cavab olur B variantı. Aydındır Mətin? Mən bildim. Hami aydındır? Ayşə Səhəd aydındır? Müəllim. Sonra? Verin gəlsin. Mənim sonra 12. 12'ye baxaq. Baxaq. 12 yazmısan Aysel? Müəllim. Nətər yazmısan? Kim olur da müəllim burada da? Hə. 0, 1, 2, 3, 4 var. Gözlə görə Mətin özü tapacaq. Mətin, sən özün tap. Bax, bunu rəqəm kimi düşün. 0, 1, 2, 3, 4. Gör, nətər eləyərsən. Bax, bu 0. 1, 2, 3, 4. Demək, bu neçəlik say sistemidir, Mətin? 5'li. Ayso, 5'li say sistemidir. A-mız 0'dır. Deməli, 1 nə olacaq? 0, 0, 0, 0. 2 nədir? A-lar 0, B1. 0, 0, 0, 1. Yenə eyni qaydadır. 0-ın sıra nömrəsi 1'dir. 1'in sıra nömrəsi 2'dir. İndi bizə hansı hərflər arıcılıq istəyir? D, B, A, S-ni. D nədir məndə? D məndə 3'dür. B 1'dir. A 0'dır. S 2'dir. Yəni 31, 02 məndə neçədir? 5'li say sistemində. Nəyə çevirməliyəm? Onluğa çevirməliyəm. 0, 1, 2, 3. 3 vur 5'in kubu. 3 vur 125. Edir 375. Üstə gəl. 1 vur 5'in kvadratı 25.
üstə gəl 0, üstə gəl 2. Bu da edir, deməli, 375 üstə gəl 25 eləyir 400, 402. 402-ni tapdım onluqda və məndən nə istəyir? Yenə sıra nömrəsini istəyir. Dedi, axı sıra nömrəsi bir rəqəm böyükdür. İndi bu 0-sa, sıra nömrəsi 1-dirsə, 402-nin sıra nömrəsi neçə olacaq? 403 olacaq. Yəni, cavab olacaq A variantı. Aydın nə? Artıq bu tiplər qalır sənin özünə. Yenə varsa. Sonra Ayşə, sənin var sualın? 12-dən sonrakılar ümumiyyətcə yazılmış. Məndə 17 var idi. 17-də özüm ayrıca tapmışam. Variantda yox idi buna görə. Tamam, indi baxarıq ona da. Mətin, nə dedin? 13-ü yazamamsan, 13 rahat daxı? Yox, 12-dən sonrakılar. 13 sənə qalır, yaxşı? 13-ü eləməlisən. Yaxşı, sən mənə deyilən görün, Mətin, sən birinci sualı necə yazmısan? Birinci suala baxın. Mənim 25, deməli 8-i kimi su 3, onda su 7 kimi yazmışam. Aha. Sonra o da vurmuşam, 25-i də 16 plus 8 plus 1 kimi yazmışam. Möhtəzəm vurub açmısan, düzdür? Hə. Yaxşı, burada bax, 12-dən sonra deyirsən. 14 bu sualla eyni daxil. Bax, 14-cü sual eynidir. Bu nətər yazamamısan? 14, vaxtını mənim eləyə bilməm. 14, yaxşı, 13 də rahatdır. 14 də rahatdır. Bax, 25, 16, 25-i parçalayıram. 16 üstü, 16 üstü gəl, 8 üstü gəl, 1. Düzdür? 4, yəni, AS ol. 2 üstü 4, üstə gəl, 2 üstü 3, üstə gəl, 2 üstü 1. Vur, 2 üstü 129. Keçib dənə Word açın. Burada daha rahat yazaq. Bir dəqiqə. Aha. 2 üstü 4, 2 üstü 3, 2 üstü 1. Vurulsun 2 üstü 129. Bunu möhtərsən vurub açarsan Mətin. Eləcək 2 üstü 33, üstə gəl. 2 üstü 32, üstə gəl 2 üstü 129. Bir dəqiqə. 2 üstü 33, 2 üstü 33 eləyir bu. 2 üstü 33 yox, 2 üstü 133, 2 üstü 132, biri imişəm qabaqda. Sonra bunu parçalayarsan da, bizə neçə sayısını deyir? 16. Bunu 16-lıq ifadəyə gətirirsən, yəni 2 üstü 4-ü gətirirsən. Mən 4-ü nəyə vursam 133-ə yaxın olar. 33-ə vursam deyəsəm, də baxın. 33 vur 4, eləyir 132. Hə, 33-ə vursam, qıraqda nə qalır? 2 üstü 1 qalır. Çünki 33-ü 4-ə vuranda 132 eləyir. Vur 2 üstü 1. Yəni 16 üstü 33, vur 2. Bunu parçalayıram. 2 üstü 4, elə birbaşa 33 edir bura. Bu deyir 2 üstü, yəni 16 üstü 33. 2 üstü 29-da parçalayaram. 2 üstü 4-ün üstü 32. Çünki 128 edir. Vur 2. Yəni 16 üstü 32, vur 2. Всё. Bax, nə aldım buradan? Aldım 16, 2 vur. 16 üstü 33. Ortada nə var bizdə? Bir dəqiqə. Toplama. Üstə gəl. 2 üstü nədir? 16 üstü 33. Üstə gəl. 2 vur. 16 üstü 32. İndi buna bax Mətin. Burada məndə 1 var, 2 vur 16 üstü 33, bir dənə də 16 üstü 33 var. Bunları cəmləyəndə nə eləyəcək? Burada bir dənə görünməz 1 var da. Eləyir 3 vur 16 üstü 33. Üstə gəl 2 vur 16 üstü 32. 2 vur 16 üstü 32. Burada 16 yox. Bunu səhv qeyd elədik. Aha. Belə bir ədəd aldım axırda. 3 vur 16 üstü 33. Üstə gəl 2 vur 16 üstü 33. Bizə nə istəyir? Deyir, neçə rəqəmli ədəd olar və həmin ədəd hansı rəqəmlə başlayar? Ən böyük qüvvət 33 isə deməli ən qabaqda bu duracaq. 3 ilə başlayar və 34 rəqəmli olar. Çünki ən böyük qüvvət 33. Aydındır Mətin? Ha, bildim mən. Əla. Sonra 15. 15-i ümumiyyətcə gəldim. Ha, 15-ə. Ayşən, 15-i yazmısan? Hayır, yazmışam. Necə eləmişsən? Deyən görək.
Müəllim, burada deyir ki, ən böyük qiymət aldığı nəzərə alaq. Biz nəzərə almalıyıq ki, məsələn, x-in yerinə elə bir şey qoymalıyıq ki, altlıq say sistemində mövcud olsunlar. Yəni, ona görə maksimum 5 qoya bilərik. Ayşə, deməli, Sonra burada 10-luq var, 8-lik var, 6-lıq var, düzdür Ayşə? Və hər birində x, y, z var. Amma nə deyir bizə? Deyir, x, y, z bir-birindən fərqlidir. Deyir, bu x, y, z-in yerinə mətin elə bir rəqəm qoy ki, 16-lıq say sistemində olanda onluğa çevirib nəticəsini tap. Amma deyir, ən böyük qiymət alsın. Yəni, x, y, z-in yerinə elə bir rəqəm qoymalıyam ki, bunları onluğa çevirib toplayanda ən böyük qiymət alsın bu cəm. Aha, Ayşə, davam elə. Mən indi hardan bilməliyəm ki, x-ə nə verim, z-ə nə verim, y-ə nə verim? Baxırıq ki, müəllim, məsələn, onluq say sistemin özünə qalsa elə 9 verərik də. Bura 9 verərik, bura 8 verərik, bura 7 verərik. Düzdür, tək onluğa baxsaq. Say sistemində 9 yoxdur axı müəllim. Sol. 8-də 9 yoxdur, 8 yoxdur. Burada da qoyamıram. Burada iki say sistemlə işləyirik. Yəni 5 qoyuruq x-in Bəli. yerinə, y-in yerinə. Biz mütləq hansına baxmalıyıq? 6-lıq say sisteminə. Mütləq işləyir. Çünki 6-lıqda olan 8-də də var, onda da var. Amma onda 8-də olan 6-lıqda yox. Deməli, 6-lıqda ən böyük qiymət almaq üçün, ən böyük cəm almaq üçün mən hansılardan istifadə edirəm? 6-dan, 5-dən, 4-dən istifadə edirəm. Üzr istəyirəm, 6 nədir? Çoxdur. 5-dən, 4-dən, 3-dən. Aha, sonra? Məsələn, mən tapdıq, 5-i 4-ü 3 tapdıq. Amma, burada 6-lıqda buna 5 verməli deyiləm. Niyə? Çünki 6-lıqda 5 versəm, bu çox böyük eləməz. Ondan o 5-i verərəm harada? 10-luqda. Ən böyük, bəli, ən böyük say sistemində azalma ardıcılığını düzürəm. 543. Deməli, x-imiz neçə olacaq? 5, y-imiz 4, z-imiz 3. İndi deyir, bunu 16-lıqda tap. x 5-dir, z 3-dür, axırda da y 4-dür, 16-lıqdadır. 0, 1, 2 edeyim, onlara çevirəcəm. Aydınlı mətin? Müəllim, bildim. Əla. Sonra, 16-da deyir ki, binada 1, 0, 2-lik say sistemində blok var. Yəni, neçədən blok var? 2 dənə blok var. Hər blokda müəyyən sayda mərtəbə var. Mərtəbənin sayını bilmirəm. Mənzil nə qədər? 102-likdə, yəni 4 mənzil var. Hər mərtəbə 4 mənzil var. Bir mərtəbə haqqında informasiya 3 bit təşkil edir. Yəni, bir mərtəbənin məlumatı 3 bitdirsə, mən ümumi mərtəbə sayımı 2 n ilə tapa bilərəm. 8. Ay, sol. Neçə dənə deməli? 2/3 daha doğrusu. 2/8 yox. 2/3. 2/3, yəni 8. Deməli, neçə mərtəbəm var mənim? 8 mərtəbəm var. Mənə deyir ki, əgər binada maksimal sayıda mərtəbə olarsa, binadakı mənzil sayını onluq sayısına tap. Lütfən. Hamısını bir-birinə vururam. 2, 4, vur 8, eləyir 32, 64 dənə mənzil. Aydındır mətin. Bir dənə bu 3 bitlə 2 yuxarısına qoyub mənzil mərtəbə sayını tapmalıydı. Bildim mənim başa. Hə, Aysel 17, nə dedin 17-lə? Deyirdim müəllim, mən 17-ni əslində yazmışam, amma variantda yox idi tapdığım cavab. Hə, desən cavab səhvdir, baxaq, ola bilər. Baxın bir dənə. Nə yazıb burada? X və Y dördlü say sisteminin rəqəmləridir. Yəni, ancaq 0, 1, 2, 3 ola bilər. X, Y dördlükdə çıx. Y, X dördlükdə. Fərqinin ala biləcəyi ən böyük qiyməti onluq say sistemi deməkdir. Hə, bu sualın cavabı səhv deyilsə. Baxın, gör nə cavabındır. Bir fərqin ən böyük olması üçün biz eləməliyik ki, soldakı ən böyük rəqəm olsun, sağdakı ən kiçik olsun və çıxaq biz ondan. Bəli, 0, 1, 2, 3-dən mən bura qoyaram 31, çıxılsın. Bura nə qoyaram? 13. Dördlükdə, dördlükdə. İfço, 31 onluğa çevirsəm, eləyir 13, düzdür, deməli 12 plus 13. Bu da neçə eləyəcək? 4 plus 3, 7. 13-dən 7 çıxan deyilir 6. Hə, cavab 6-dır. Burada doğru cavab yoxdur. Müəllim, mən də elə tapmışdım. Mətin, aydındır sənə? Yox, müəllim, bir qismi aydın oldu. Harası aydın olmaz? Birdən həmin yerdə. 31-in yerinə niyə 32 yazmırıq? İndi qəşəng sual verir. Buna bax bir dənə. 32 dördlükdə burada tərsinə qoymalıyım, olmalıdır 23. Səncə 31-dən 13 çıxanda daha böyük fərq? Bildim, müəllim, bildim. 18. Yazmısınız? Bəli, müəllim. Mətin yazmısan 18-i? Yuxarıda da var idi bu sualdan.
Normal. Və yaxşı yuxarıdakı nətər yazmısan? Sual vermədin axı. Ona uyğun, onunla eyni sual görürdüm. Eyni sual idi. Bax, burada 5... Məsələn, sual. Görün buradaydı, yoxsa ona çatmamışıq. Bir dəqiqə. Bax bu, 10-cu sual. Mənim onun sualı mən YouTube-dan baxdım izahına. O da tam başa düşmədim. Nasıl həllini yapmışım? Bax, mənə deyir ki, bu cəmin onluq ədədi. 25 müəllim, 5-in üstü 3, onun da üstü 3x plus 1. 5-in kubu üstü 3x plus 1. Üstə gəl. 25-in kvadratı. Bu da eləyir, bir dəqiqə. Bu da eləyir 4x plus 2, üstə gəl 15. İndi, bunu vurub atacaq olacaq 5 üstü 9x plus 3, üstə gəl. 5 üstü 8x, üstə gəl 4, üstə gəl 15. İndi, mənə deyir ki, onluq ədədini 5-li say sistemini ifadə etsək, alınan ədəd 67 rəqəmli olar. Bunları bilsən niyə mətin 500 ifadəyə gətirir? Çünki 5-li say sistemində istəyir. 67 rəqəmli ədəd olur. Yəni, bu cəm 67 rəqəmli ədəd edir. Sən mənə deyən görün mətin. 2 üstü 7, üstə gəl 2 üstü 4, üstə gəl 2 üstü 3. Bunun cəmi neçə rəqəmli ədəd olar? 8 olar da. Niyə 8 oldu? Çünki qüvvətdən bir vaxt qoyulur. Ən böyük qüvvətə baxırıq, düzdür? İndi burada da əzim, ən böyük qüvvətə baxırsan da, burada ən böyük qüvvət neçədirsə ona bərabər etsən 67-yə. Çünki rəqəm sayını verir. Ən böyük qüvvət neçədir burada? 9x plus 3. Qutardı. 9x plus 3 bərabər 67, çünki rəqəm sayını belə deyir. Yox, üzr istəyirəm. Ən böyük qüvvətdən nə olur? Bir vahid çox olur, düzdür? Yəni, ən böyük qüvvətin üstün 1 gəlməliyəm. 9x plus 3 üstə gəl 1. Bayaq dediniz, qüvvətdən bir vahid çox olur. Bax, o məsələdir bu. Bərabərdir 67-yə. 9x bərabərdir. Bu eləyir 4, 67, 63, x bərabərdir 7. Aydındır? Bildim, məndən başa düşdüm. Bəli. Bu rahatdır. Bunu özünüz eləyəsiniz. Adi say sistemi tapmaqdır. Bunlar, sileyim. Bunlar hamısı rahat. Hamısını onlara çevirirsiniz, x-i tapırsınız. Onlara çevirirsiniz, x-i tapırsınız. 22-ni yazmışsınız. Aysel yazmışsan 22-ni. Müəllim. Nətər eləmişsən 22-ni? Onlara çeviririk də müəllim. 0, 1, 2 yazırsan, yəni x plus 1-in kvadratı üstə gəl, x vur x plus 1 üstə gəl, yenə də x vur x plus 1-in üstü 0 ödəlir x, düzdür? Bərabərdir 3 vur x üstü 1-in 11 üstə gəl, x vur x üstü bu zaten 0 eləyir, elə x-in öz qalır. Mətin, buradan x-i tapacaqsan. Bu qalır sənin. Sonra 23-ü mən demişdim, keçən həftə eləmişdik. Bu tipli də qalır sizə. Bu nədir? 24-ü. Mətin, yazmamısan yəqin ki 24-ü. Yox, mənim. Deyir ki, məlumatın rabitə kanalı vasitəsilə göndərilməsi üçün 8-lik say sisteminin rəqəmlərini istifadə edilir. 8-lik say sistemi rəqəmlərini istifadə edilir. Kodlaşdırma belə aparılır. Əvvəlcə hər bir rəqəmə onun 3 rəqəmdən ibarət ikilik yazılışı qoyulur. Bax, əvvəlcə hər bir rəqəmə, məsəl üçün atıram, 674-ə 8-likdədir. Əvvəlcə hər bir rəqəmə onun 3 rəqəmdən ibarət ikilik yazılışı qoyulur. Yəni, bu məsəl üçün olur 110, bu olur 111, bu da olur 100. Alınmış ardıcıllıqla bütün sıfırlar birlər əvəz olunur. Yəni, 1-in yerinə 0 qoyuram, 0-ın yerinə 1. Yəni, belə olur. 0, 0, 1, 1, 2, 3, 4. 4 dənə 0, 2 dənə 1. Və deyir, 102.751 8-lik rəqəm ardıcılığını bu qayda ilə kodlaşdıqdan sonra alınmış ikilik ardıcılıq 16-lıq sayəsində heç olur, heç nə. Verilmiş ədədi dediyi qaydadan eləyəcək. 102.751. Bunu ikilik sayəsində kodlarını tapıram. 001, 000, 010, 111, 101, 001. İndi sonra nə deyir? Sıfırları birlərlə əvəz et. 1, 1, 0, 1, 1, 1, 1, 0, 1,
0, 0, 0, 0, 1, 0, 1, 1, 0. Sonra deyib 16-lığa çevir. 4, 4 ayır. Bu eləyəcək 6, bu eləyəcək 1, bu eləyəcək A, bu 7, bu da 3. 37, A, 16. Aydındır mətin? Aydındır mənim. Buyurun. Sonra başqa. Aysel, hansı səhvin var? Denən, bu rahatdır. 27 müəllim. 25 rahatdır. Sadəcə müqayisə eləməlisiniz. Bunlar arasını düzməlisiniz. 26 mətin sənin özünə qalır. Bayaq elədik. 2 istifadələr gətirib tapasınız. 27 27 yazın. Hə, baxaq. Deyir ki, ulduz S D 16 bərabər 33 ulduz 5 8 bərabər ulduz 3 ulduz qəbula düşə biləcək bir sualıdır. 4-lü say sistemindədir. Bərabərinə əsasən ulduzların cəmini 6-lıq say sistemində ifadə edin. Baxın buraya yoldaşlar. Mən görürəm ki, biri 16-lıqdadır, biri 8-likdədir, biri 4-lükdədir. Gəlin bunların hamısını 2-yə çevirək. İndi bunu yekəldirəm ki, rahat yazə bilək. İndi ulduzun yerinə 16-lıqdadsa, bir dəqiqə, 4 dənə ulduz qoyacaq. Çünki 4 bitdir. 16-lıqdadır, bir dənə bu yerinə. S-nin kodu nədir? 1, 1, 0, 0. D-nin kodu nədir? 1, 1, 0, 1. Bu ikilikdədir, bərabər. İndi 8-likdən 2-liyə çevirəm. 0, 1, 1, 3, 0, 1, 1. Ulduzun yerinə 3 dənə ulduz qoyacam. 5-in kodu nə idi? 1, 0, 1. Bərabər. 4-lü say sistemində bir dənə rəqəm neçə bitdir? 2 bit. 2 üstü 2 daxil. Deməli, ulduzların yerinə 2 dənə ulduz qoyacam. Ulduz. Elə ki, 2 dənə ulduzun yerinə 4 dənə qoydum. 2, 2. 3-ün kodu nə olacaq? 1, 1. Bunun da yerinə 6 dənə ulduz qoyacam. 1, 2, 3, 4, 5, 6. Və yoldaşlar, görürük ki, bunlar bir-birinə bərabərdir. Yəni, bunun ikili say sistemindəki yazılışı ilə, bunun ikili say sistemindəki yazılışı və bunun ikili say sistemindəki yazılışı hamısı bir-birinə bərabərdir. Deməli, mən hərəsindən birinə baxaraq ulduzların yerinə hansı rəqəm olduğunu tapa biləm. Bax, gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bax, orada 12 dənə rəqəm var. Burada neçə dənə? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Görürsünüz, bu da 12-dir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Hamısı 12 bitdir. Çünki zaten bərabərdirsə, ikili say sistemindəki yazılışlarda eyni olmalıdır bunların. Və hamısı 12 bit olmalıdır. İndi baxıram. Məndə burada, bax bu ön hissədə 4 dənə ulduz var. Görüb 8-likdəki o 4 dənə rəqəm ulduzun yerinə nə olacaq? 0, 0, 0, 1, 1, 0. Yəni bunun kodu bax buradakıymış. Bax bura. 0, 1, 1, 0. İndi bu tamamlandı. Gördünüz, buranı tapdım. Ulduzu tapdım. İndi baxıram 8-lik say sistemində 3-dən sonra ulduz yoxdur. 3 dənə rəqəm. 101-dən qabaq 3 dənə rəqəm hansıdır? Bax 101. Qoyun qırmızı neyini ki görəsiniz. 101-dən sonra 3 dənə rəqəm. Daha doğrusu əvvəl. 0, 0, 1. 0, 0, 1. Bütün tapdım bunların hamısını. İndi burada ulduzların yerini tap-tataraq düzəcəm. 4 dənə ulduz. 0, 1, 1, 0. 0, 1, 1, 0. 1, 1-dən sonra ortada 2 dənə 1 var. Görürsünüz. 1, 2. Hamısını düzürəm. 0, 0, 1, 0, 0, 1. Bir də 101. Aha. İndi mənə deyir ki, ulduzların yerindəki nəyi tap? Nə idi misal? Bir dəqiqə. Hə. Deyir, bərabərinə əsasən hə. Deyir, ulduzların yerinə əsasən ulduzların cəmini 6-lıq say sistemində tap. Mən ulduzları tapdım. İndi isə rahat formada eləyərəm. Yerinə duran həmin o ikilik ədədləri bizə neçədə istəyir? 6-lıq say sistemində istəmir. Götürərəm, çevirərəm nəyə? Çevirərəm 10-luq say sisteminə. Götürərəm, onları cəmləyərəm. Gəlin baxaq. Deyirəm. Hə, gəlin ədədi buraya yazaq. 0, 1, 1, 0, 1, 1, 0, 0,
1, 1, 0. Düz götürdük biz burada. 1, 0, 0, 1, 1, 0, 0, 1, 1, 0, 1, 1, 0, 1, 1, 0, 0, 1, 0, 0, 1, 101. Məncə düz oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Hə, bu 16-lıqdır. İndi bunu 16-lığa çevirsəm, zaten burada var idi da. Bu D-dir, bu C-dir, bu neçədir? 6. Deməli, bunu tapdım 6-dır. İndi buna baxıram. Eyni şeyi çevirəcəm nəyə? Siz deyin, bunu 6 tapdıq. 8-likdə. Deməli, 3-dür, 1-dir, 5-dir. Bunu da yerine tapdım 1. Silirəm. 2, 16 nədir? Tapdım 1. İndi 4'lü sayısına çevirmək üçün 2 ayıracam. Bu neçədir? 1'dir, 3'dür, 0'dır, 3'dür, 2'dir, 1'dir. Deməli, nə aldım mən? Aldım 1, 2, canım sizə desin, 0, 3, 1. İndi bizə nə deyirdi? Misal tezə baxaq. Ulduzların cəmini 6-lıq sayısını ifadə edir. Neçə? Götürün bunları cəmləyəcəm. Neçə tapdım mən burada? Birinci neçə tapmışdım mən? 6 tapmışdım. 6. 6, üstə gəl 1, üstə gəl 1, üstə gəl 2, üstə gəl 0, üstə gəl 3, üstə gəl 1. Eləyir. 8, 10, 13, 14. 14'ü tapdıq biz 10'luq say sistemində. Bizə də 6-lıq da istəyir. 6'ya bölürəm. 2 dəfə 6 eləyir 12, qalır 2. Bu da eləyir neçə? 22. 6-lıq say sistemində var eləcək. C variantı. Mətin aydındır? Mənim başa düşür. Aysel aydındır sənə də? Mənim aydındır. Ay Allah. Sonra deyin gəlsin. Bunlar silirəm. Aha. Sonra deyin baxaq. Bax 28 eynisidir. 4'lü say sistemi deyir deyə 4 istifadələr gətirəcəksiniz. Ən böyük qüvvət üstünü 1 gəlib 61'ə bərabər eləyəsiniz. 29'a aid keçən 2.5-də işləmişdik. Bu nə deyir? Cəmin 16 sayısını ifadə edirsə neçə rəqəmli ədəd alınır və alınan ədəd cəm böyük rəqəm neçəyə bərabərdir? Yazmısınız bunu? Bəli. Mətin necə eləyək bunu? Denən görüm. İndi sən deyirəm. Hə? Müəllim. Hə? Burada qüvvəti ən böyük olanı götürədir. Aha. 75'i. Sonra qalanı bilmir. Sonra nə? Sonra bilmirəm mən. 75'i götürədir. Bu 75 rəqəmlərdir. Əzizim, buna bax. Hamısı nə ilə başlayır? Hamısı nəyə vurub? 1'ə. Zaten hamısı 1'ə vurmayıb bu. Neçə rəqəmlərdədir bu? Mənə deyən görüm. 76. Yəni bizdə 76 dənə nə var, Mətin? 1. 76 dənə 1 var. Yəni məndə bu dəqiqə, bu nöqtə 76 dənə 1 var. İndi 16'lıq say sistemindədir. Deyir, 16'dan üzr istəyirəm, 2'lik say sistemindədir bu. Deyir, 16'lıqda ifadə edilərsə, neçə rəqəmlər də alınır. 2'dən 16'lığa keçəni nə edirik? 4 ayrı rütbələr. Suqtar getdi qardaş, 76'ın 4'ə böl. 19 dənə. 19 dənə olacaq, ən böyük ədəd nə olacaq? 4 ayrıqsa elə F olacaq, hamısı 1 olacaq. Ha, bildim mən. Görsən necə rahat sual əslində. Sonra, görək. Aha, qalır. 31 sənə qalır. Yəni sənə deyəndə kim yazmış sonra. 32. Deyən görüm mətnini necə yazarıq? Müəllim, ABB-lərin üstünə 0-1-2 yazarıq, yəqin. Əzizim, bax, yazıb ki, aşağıda verilmiş bərabərliyə əsasən ABB 8 ədədin 10'luq sayısını ifadə edin. Bu neçə say sistemindədir, Mətin? 2'liklə müəllim. 2'likdə neçə dənə rəqəm var? Hə?
10 dənə. O ikilikdən 10 dənə. İkili sayısı neçə Hə, dənə? ikilikdə nə qədər ədəd var? Elə bilirəm orada iki dənə var. Yox. 0-dan 1. 0-dan 1. İndi mən A-ya 0 versəm, B nə olmalıdır avtomatik? 1. Bu 5 rəqəmlə də olmur da, qabaqda 0 var, düzdür? Çünki o 0 gələcək. Deməli, mən nə etməliyəm? Buna 1 verməliyəm. Bunlar avtomatik neçə olacaq? 0. Deməli, A 1-dir, B 0-dır. Deyir, 8-dən 10-luğa çevirdi. Tapdıq. A 1, B-lər 0. Aydındır? Bunu 10-luğa çevirirsin. Sonra, avtomatik qrupu 5 rəqəmli ədədlər düzəldir. İlk 3 rəqəm 5-lik say sistemi rəqəmləri, digər rəqəmlər isə 10-luq say sistemi rəqəmləri ola bilər. Qrupu sadəcə cüt ədədlər düzəldir bilirsə. Belə ədədlərin sayı ən çox neçə olar? Çox qəşəng sualdır. Baxın. Bax 5 rəqəmli ədəd düzəldir. Mən Aysel yazmısan bunu? Bəli, mən yazmışam. Necə eləmişsən? Denəm görək. Mən də elə 5 dənə belə deyim, xətt çəkmişəm sonra. Bəli. İlk 3 rəqəm deyilənə başlayır. 5-lik say sistemi rəqəmləri ilə. Yəni 5 dənə ehtimal buradadır. 5 dənə ehtimal buradadır, 5 dənə ehtimal buradadır. Sonra nə deyir? Onluq say sistemi rəqəmləri varsa, Deyir, o birisi yerə də qoyuram. Cüt deyirsə, sonuncuya da 5 dənə qoyuram. Çünki 0, 2, 4, 6, 8 dənə cüt. Bəli. Bax, burada məndə mətin. Qalan ikisi onluq say sistemi rəqəmləri ola bilər. Amma ancaq cüt rəqəmlər. Yadınıza gəlirsə, bu misal, buna oxşar misal şeydə var idi. Kodlaşma məsələlərində var idi. Deyirdi ki, 0, 1, 2, 3, 4, 5 rəqəmlərdən ibarət neçə cüt 3 rəqəmli cüt ədəd düzəltmək olar. Biz nə edirdik? Axırı 0-la qurtarmaq üçün ayrı hesablayırdıq ehtimalların sayını. 2 üçün ayrı, 4 üçün ayrı, nə bilim, nə qədərsə varsa. İndi bizdə də onluq say sisteminin deyir cüt rəqəmi, daha doğrusu üzr istəyirəm, onluq say sistemi də olmalıdır bu ikisi. Amma ədədlər cüt olmalıdır. Yəni axırıncı ya 2 olmalıdır, ya 4, ya 8, ya 0 da ola bilər. Ya 0. 10 ola bilmir çünki onluq say sistemi 10 yoxdur. Amma bura heç bir təsiri yoxdur. Burada 10 dənə qoya bilərəm. Hə, bir də 6. Allah, bura 6 yazar. Bura 10 yaza bilərəm. İndi hər bir hal üçün ayrı hesablayıb axırda toplamalıyam. Bir dənə istisna nədir? Məndə 5-lik say sisteminin deyir, ilk 3 rəqəm 5-lik say sistemi olmalıdır. Amma mətin, mən bura 5 qoyamayacam. Niyə? Çünki 0-la başlaya bilməz. 0-la başlaya bilməz. Bəli. Deməli 4 vur, 5 vur, 5. Vur 10. Bax, bura qədər standart gələcək hamısında. İndi bunu bir dənə 0 üçün hesablayıram. Yəni vur 1. Yəni bir dənə 0 ola bilər. Bu neçə ilə tez-tez vurun? 4 vur, 5 vur, 5, vur 10, vur 1. Elədi 1000. Bax, bunlara 1000 dənə ehtimal olacaq. Bunlara 1000 dənə ehtimal olacaq. Bunlara 1000 dənə, bunlara 1000 dənə, bunlara 1000 dənə. Çünki mənə təkrarlanmayan demir. Təkrarlanmayan demir deyə bu əvvəlki hissə hamısı eyni olacaq. Sadəcə axırda hər birində hər dəfə 1 qoyacaq. 5 dənə 1000 olacaqsa bu derəcə neçə 1000? 5000 dənə ehtimal. Aydın mətin? Anladım, aydın. 34 qalır sizə eyni şeydir. 35 eynidir. 36 eynidir. Bunlar artıq dedik. 37 hissə qalır. 16-lıq say sistemində ən kiçik 15 rəqəmli ədəd. 16-lıq say sistemində ən kiçik 15 rəqəmli ədəd nədir? Bir dənə 1, 15 dənə, 14 dənə 0-dır. Ya da necə taparıq başqa bunu? 2 istifadə necə yaza bilərik bunu? Yəni 16 üstü 14 olur. Onda 2 say sistemini yazanda 2 üstü 56. Neçə olur? Neçə olur? Bəli, bunu 16 üstü 14 kimi yazırıq. 16 üstü 14 kimi. Niyə 16 üstü 14 kimi yazırıq? Çünki Armen dedik ki, bir yanda 14 dənə 0 var. Bəli. Dedik 16-lıq say sistemində ən kiçik 15 rəqəmli ədəd, bir dənə 1, 14 dənə 0. Elə birbaşa 16 üstü 4 yazarıq, bir dənə 1, 14 dənə 0 olacaq. Düzdür mətin? Axırda 16 olur. Bu yadına gəlir, keçən dəfə demişdik bunu. Hə. Deyir, rəqəmli ədədin ikili say sistemindəki yazılışına sıfırların sayını tap. Heç sən, 1-in yerinə 4 dənə 1 yazacaq. 1-in yerinə 4 dənə 1 yazıram. Qalanlar nə olacaq? 4 dənə sıfırlar olacaqdır, düzdür? Yəni, qısa və konkret, neçə dənə ədəd olacaq bizdə, ümumi? Mən bunu 16 üstü 14'ü, 2 üstü, 4 üstü, 14 kimi yazmışam. Yəni 2 üstü 56, orada da bir yanda 56 yazmışam. Hə, elə də olar. Elə də olar, belə də olar. Bax, 16 2 üstü 4'dür, burada da 14 var. Eləyir 2 üstü 56. Deməli, 56 dənə 0 var, bir dənə 1 var. Belə tapmaq olar.
Ya da belə deyə bilərsiniz. Sıfırlarımızın sayı neçədən idi? 14 dənə. 14 vur 4 eləyir 56. Görürsünüz, belə də olur. Hər iki istiqamətdə eləyə bilərsiniz. Yəni, bir də oturub ki, istifadəyə çevirməyə ehtiyac yoxdur. Aysel, aydındır? Bəli. 14 dənə sıfır varsa, 14-ü nəyə vuracam birbaşa? 2-liyə çevirəmsə, 4-ə. Bu da eləcək 56. Mətin aydındır? Hə, mən bildim. Qalır sizə. Qalır sizə. Nədir bu? Hə, sizə qalır. Bunu aid eləmişik 2.5-dən. Sizə qalır. Hə, bu qəşəng sualdır. Bayaqki sualı eləmişsən, sən yəqin bunu eləmişsən. Müəllim, 41-i aldıra bilməmişəm. 41-i aldıra bilməmişsən. Elə bilin 42-ni deyirsən. Hə, 41-ə görək nədir? ABC'də 4 rəqəmli ədədi verilmişdir. A böyükdür B, böyükdür C, böyükdür D, böyükdür C. Şərti ödənilir. Məlumdur ki, A rəqəmi onluq say sistemində ən böyük sadə rəqəmdir. Deməli, A neçədir yoldaşlar? 7 müəllim. Ən böyük. Sadə deyir, sadə. Hə, sadə, düzdür, 9. Sadə deyil, axı, düzdür, 7. B və D mürəkkəb ədəd rəqəmlərdir. Bir dəqiqə, bizə onluq sayısını verir ki, bu. Bir dəqiqə, baxın. Hə, onda 4 rəqəmlərdirsə, deməli, bu onluqda verilir. B və D mürəkkəb ədədlərdir. Deməli, 2-yə baxın. Bizdə B və D mürəkkəb ədədlərdirsə, nə ola bilər? Deyin görün. 4, 6, 8, 9. Deməli, B ilə D nə ola bilər? 4, 6, 8, 9. 4, 6, 8, 9 ola bilər. Üçüncü. Deyir, C ən kiçik sadə rəqəmdir. Ən kiçik sadə rəqəm nə olacaq? Hə? 2 müəllim, 2. Neçə? 2. Düzdür? Deyir, verilmiş fikirlərə əsasən 4 rəqəmli ədədin mövcud ola biləcəyi ən kiçik say sistemini müəyyən edin. Və həmin ədədi 16-lıq say sistemini ifadə edin. İndi baxın bura. Məndə A 7-dir. Və mənə deyir ki, B D-dən böyükdür. İndi B-yə mən 4, 6, 8, 9 verə biləmsə və mənə ən kiçik ədədi istəyirsə və ən kiçik. Deməli, mən ən kiçik mürəkkəb ədədlər götürməliyim. Bunlar hansılardır? 4 ilə 6. İndi B D-dən böyüksə B 6-dır. D neçə olacaq? 4. 4. Aha, C-miz də neçədir? 2. İndi, məndə ABCD deyir ki, ən kiçik ədəd olsun. Ən kiçik olmaq üçün deməli neçə olacaq bizdə? 7, 6, daha tapmışıq da. Bir dənə 2-ni əvvələ keçirəcək. 2, 4. C-miz də zaten 2-dir. Bu neçəli say sistemindədir? 4 rəqəmli ədədi 16-lıq say sisteminə çevirin. Heç nə, 10-luqdan 16-lığa çevirəcəm. Böyle gedəcəm. Aydındır? Görək neçə eləyir? 2 saat bölməyək. 7624 16-da 1DSB. Belə cavab yoxdur bizdə. Bir dəqiqə. 7624 1DSB. Müəllim, bəlkə 2467-ni bölək. Necə? Bəlkə 2467-ni bölək 16. Ay, yox, bir dəqiqə deyirəm. Burada deyir, mövcud ola biləcək ən kiçik say sistemi. Hə, düzdür, biz niyə onluq şey. Bu 7624 mövcud olacaq ən kiçik say sistemidir. Hə, biz bunu 8-likdə tapırıq. Hə, bu 8-likdədir, yoldaşlar. Deyir, 16-lığa çevirin. Nə edərəm? 8-dən 16-lığa çevirərəm. Aydındır? Görək alınacaq 1, 1, 1, 1, 1, 0, 0, 1, 0, 1, 0, 0. 2-likdən 16-lığa çevirsək, 4 dörlərsəm F, 9, 4, hə, F94. Aydındır? Bir də onu gözdən qaçırtdıq. Gerək gözdən qaçırtmayaq. Aha. Bunu sən idin, Aysel soruşan. Sən harada ilişmişdin burada? Mən də elə 16-ya bölmüşdüm. Hə, halal. Sonra 42. Nətə eləyək 42-ni? Cəbin ən kiçik qiymət alması üçün
Aha. Onda biz S-ə verərik 0, L-ə 1, M-ə 2, K-ya 3, X-ə də 4. Yəni ən kiçik minimum bunları düşünə bilərik. Bir dənə üzrüm dəqiqə. Hə, necə? Deyir, aşağıdakı hesablama 8-ci say sınırı olduğunu bilərək X, K, bax, X böyükdür K, böyükdür M, böyükdür L, böyükdür S bərabərsinə əsaslanaraq 6X, L, 0, S üstə gəl. M, 1, K, 43. Bir dəqiqə. Aşağıdakı hesablama 8-ci say sınırı olduğunu bilərək X böyükdür bərabərsinə əsaslanaraq bu cəmin ən kiçik qiymətini 8-li say sistemində ifadə edin. Deyir, X, K, M, L və S bir-birinə fərqli rəqəmlərdir. Aha, indi nətə eləyəcək? Mən belə yazmışam. S-ə 0, L-ə 1, M-ə 2, K-ya 3, X-ə 4 şəkildə gedir. S-ə nə vermirsən? 0. L-ə nə vermirsən? L-ə 1, M-ə 2, K-ya 3, X-ə də 4. 4. Çünki məndən ən kiçik istəyirsə, deməli, sıfırdan başlayaraq getməliyəm. Aydınlı mətin. Bax, bu bərabərsizliyi sıfırdan başlayaraq verməliyəm mən. Burası aydındır? Bildim mən. Deyək, cəmin ən kiçik qiymətini 8-likdə ifadə edin. Heç nə. Götürəcəksiniz, baxacaqsan ki, mən burada necə eləyərəm ki, məndə heç nə, kiçik qiymətini tapmışıq. Yerə qoyub hesablayırsan. Adi yerinə qoyub, onluğa 8-də cəmi tapasan. Bu qalır sənə, 1000 dəfə eləmişik bunu da eləmişik. İkili say sınırındakı ən kiçik 4 rəqəmli ədədin altılıqsa hesabı qalır. Bunlar hamısı eyni tip suallardır. Bunlar hamısı. Bu nədir? Müəyyən bir n əsaslı say sistemində 32 vur 14 bərabər x, y 2-dir. X və y n əsaslı say sisteminin fərqli rəqəmlərdir. Y, x, n-i müəyyən edin və onluq say sistemini ifadə edin. Nə edərik burada? Yoldaşlar. Hə? Mənim 32 205 kimi yazarım. 32 vur 14 bərabər x, y 2. Aha. Sonra 2 üstü ifadə kimi yazarım. Necə ki istifadə? 32 məsələn 2 üstü 5. Niyə yazırsan ki 2 istifadə kimi? Nə bilim mənim, onda elə 32-ni 14-ə vurarım. Əzim, 32-ni 14-ə vurarsan. Bax, 32 vur 14. Neçə edir bu? 2 vur 4, 8. 3 vur 4, 12. 2 vur 1, 2, 3 vur 3. Deməli, burada biz neçə aldıq? Mən bura niyə 8 yazdım? Bir dəqiqə. 8 deyirəm mən. Yox, bir dəqiqə. Müəyyən bir yox, bax, bura bax. Bizə burada neçə verib mətin bunun hasilini? Bunun hasilini verib x, y, 2. Bax, burada bizə verib x, y, 2. Fikir versən, burada 2 qalıbsa, qalıb. Deməli, bundan elə bir ədəd çıxıb ki, vuranda. Bu onluqda deyil. Çünki 2-ni 4-ə vuranda neçə eləyir bizə normalda? Eləyir, sən deyirəm, 8. 8 eləyir. Dəqiqə, 8-dən çıxıb 6-nı, 8-dən 6 çıxanda neçə eləyib burada? Bir dənə gəlin, 6-lıq say sistemə baxaq. 2-ni 4-ə vurub eləyib 8. 8-dən 6 çıxıb, 8-dən 6 çıxanda qalır neçə? 2. Sonra buna vurub eləyib 12. Yox, bir dəqiqə baxaq. Əsas say sistemində x, y, 2 x, y, 2 Ayşə, sən yazmışsan bunu, necə yazmışsan? Bəlkə mən nəsə gözünü açıram. Yox, mən bunu yaza bilməmişim. Hə? Deyirəm, müəllim, bunu yazmamışım. Elə baxaq. 2-ni 4-ə vursa 8 eləyir. 6-lıq say sistemində olsa, bir dəqiqə baxaq.
2. Bir dakika. 13. Ha 13 yoxsa bir dəqiqə. 13-dən çıxsa 2 yazaq bir yadda. 1, 2, 3. Deməli burada neçə olacaq? Burada olacaq 2. Burada olacaq 2. Düşəcək 2. 2 üstə gəlir 2. Və burada 1 dəqiqə qoyacaq. 212, 32. Bu eləyir 3, bu da eləyir 5. Hə, baxın. Biz bunları altlıqda... Səsim gəldi yoldaşlar. Gəldir Hə, amma. biz baxın, burada baxırıq ki, hə, dediyim üsulda elə. 32-ni 14-ə vurub burada, düzdür, Aysel. Bax, 2-ni 4-ə vurub, bizdə axırda neçə qalıb fərq? 2. Biz baxmalıyıq ki, bu hansı say sistemində mən 2-ni 4-ə vursam, məndə 2 qalır. Bu təbii ki, altlıq say sistemi olar. Niyə? 2-ni 4-ə vuran neçə eləyir? Amma Nə? 4 olmazdan 3-lük say sistemində ola bilər də mənim. Üçlükdə necə olar? Üçlük say sistemində 3 yoxdur axı. Hə, yox. Hə. 4 də ola bilməz. Çünki 4 yoxdur. 5 də ola, 5 ola bilərmi baxaq. 2-ni 4-ə vuran neçə eləyir? 8. 8-dən 5 çıxan neçə eləyəcək? 3. Burada 3 qalmalıydı. Gördünüz? Amma 3 qalmadı. 6 ola bilər. 2-ni 4-ə vuran neçə eləyir? 8. 8-dən 6 çıxan neçə eləyəcək? 2. 1 yadda. 3-ü 4-ə vuran neçə eləyir? 12. 1 yadda 13. 13-dən 6 çıxan neçə eləyər? Siz deyin. 13. 7 mənim 7. 7 yazsaq 1 yadda. Dəqiqə baxaq. Bu da yoxmu gəlir axı? Bir dənə gözləyin. Biz burada nə itiririk? Bir dəqiqə. Biz burada nəyə qaçırdıq? Bir dəqiqə. 12, 16. Bir dəfə al. Sorry. Yoldaşlar, gör nəyə qaçırdırıq. Düzdür da. 2 vur 4 eləyir 8. 8-in içində 6 bir dəfə daxil. 8-in 6 çıxan qalır 2. 3-ü 4-ə vuran neçə eləyir? 12. 1 yadda 13. 13-in içində 6 neçə dəfədir? 2 dəfə eləyir 12. 13-dən 12 çıxırıq, qalır 1. 1 yazırıq, 1 yadda. Aydındır? Bəli. Hə. 1 ikilikdə gəlib nə olur? 212. 2 vur 1, 2, 3 vur 1, 3. Bunları toplayanda da eləyir 5. Üz üstdən 5 nə eləyir? 2, 3, 5. Eləyir 532. Məndə nə istəyirdi burada hal-hazırda? Deyir ki, x, y, n, tab. Məndə x-im neçə oldu? X-im oldu 5, y 3-dür. Mən nə istəyir? Y-x'i 3, 5. Hə, söz. Tapdıq altlıq say sistemindən 0, 1, nə edirsin onluqda? 18 üstü gəl 5, 23. Aydındır? Hə, heç bir dənə burada vurmanı eləməlidir. Mən çalışıb toplama üsuluna eləyirəm. Elə ki, 3'ü 4'ə vurdum, 12 elədi. Götürüb üstün 1 yadda 13, 13'dən 6 çıxırdım. Vurmada baxırıq axı, 13'ün içində 6 neçə dəfədir? 2 dəfədir. 2 vur 6 ilə 12, 13'dən 12 çıxırıq, qalır 1 yazırıq 1 yadda. Sonra tapdıq altlıq say sistemində. Deyin gəlsin. 52. 52. Baxaq 52. Aha, bir dəqiqə. Hə. Görək 52 bizə nə deyir? Deyir ki, müəyyən bir n əsaslı say sistemində y, 4, y üstə gəl. Y, 6, 5 bərabərliyi y, z 33 bərabərliyi verilmişdir. X, Y və Z-in Z n əsaslı say sisteminin fərqli rəqəmləridir. Bu 7'li say sistemində deyəsən. Niyə?
Çünki 4-ün üstünə 6 gələndə 10 eləyir, ondan 7-ni çıxanda 3 qalır da. Bəlkə 4 üstə gəl 6 eləyər 10. 1 yadda 11, 11-dən 8 çıxan 3 eləyər. O da olur. Onun üçün nə edəcəyik biz? Onun üçün bura baxacağıq. Mətin. Y-in üstünə 5 gəlib. Bu deməli böyük ədəd eləyib ki, həmin o ədəddən nəsə çıxıb 3 qalıb, düzdür? Deməli bu hansı ədəd eləyib ki, burada 3 qalıb? Və mən nə çıxmışam 3 qalıb? Məsələn, mən 5-in üstünə nə gəlsəm 6 çıxsam 3 qalar deyək ki. Deyin görüm. Yoldaşlar, əgər 6-lıq say sistemidirsə. İlk öncə sual verim. 6-lıq say sistemi ola bilər? 6-lıq say sistemi ola bilər, Aysel? Mən ola bilmez çünki 6 var. 7 ola bilər? Ola bilər. Düzdür? Deməli mən Y-in üstünə 5 gəlmişəm. 7 çıxmışam, 3 almışam. Düzdür? İndi məndə burada neçə eləyəcək? Deməli 10, ondan 5 çıxanda 5. Y-in 5 olmalı bunun üçün. 5 üstə 5 gəl neçə eləyir? Eləyir 10. Ondan 7 çıxanda 3 qalır. 1 yadda. 4 üstə gəl 6 neçə eləyir? 10. Üstünə gələndə 11. 11-dən 7 çıxanda neçə eləyir? 4 eləyir. Ondan burada 4 alınmalıdır. Deməli bu da səhvdir. 7 də deyil. Gəlin 8 qoyaq. 8-lik say sistemi. Y nəyə bərabər olacaq? Bura keçəndə 11, 11-dən 5 çıxanda 6. Y deməli 6 imiş. 6 üstə gəl 5 neçə eləyir? Eləyir 11. 11-dən 8 çıxanda qalır 3, 1 yadda. 4 üstə gəl 6 neçə eləyir? 10. 1 yadda 11. 8 çıxanda neçə eləyir? Aydındır. 3 yazıram. 1 yadda. Eləyir 10 dəqiqə. 4 üstə gəl 6 eləyir 10. 1 yadda 11. 11-dən 8 çıxanda 3 yazıram 1 yadda. Y üstə gəl, Y verib Z-i. Deməli biz Y-i neçə tapdıq? 6. Bu da 6, bu da 6. 6 üstə gəl 6 neçə eləyir? 12. 1 yadda 13. 13-dən 8 çıxanda neçə eləyir? 13-dən 8 çıxanda 3 eləyir. 5 yazıram 1 yadda. 1 yadda da gəlir qabağa. Yoxsa nəsə qaldı toplamalı başqa? Bir dəqiqə baxaq görərik. Bu 6 mən bura niyə yazmışam? Bu Y-in 6-sıydı. İndi bizə nə istəyir? X, Y və Z en əsaslı say sisteminin fərqli rəqəmləridir. Düzdürmü? X, Y, Z-in müəyyən edin onluğa çevrilir. Gəlin baxaq. Biz də deməli neçə aldıq biz? Aldıq 1, Y 6, Z neçədir? 5. 165 8-likdədir. Heç onluğa çevirəcəm. 0, 1, 2. 64 üstə gəl 48, üstə gəl 5. Bu deyəcək 2, 1 yadda 10, 11. 112 üstə gəl 117. 117. Aydınlı yoldaşlar, Aysel aydınlı sənə? Mənim aydınlı. Süper, əla. Bu X-dir, mən buraya Y yazmışam. Bu X-dir. Olacaq 1, 5, 1, 6, 5. Daha önce bu müstələr özünüz eləyərsiniz. Yaxşı, 53 onun tiplidir. 54-ü bayaq eləmişik. 55 də onun xalası oğludur. Yaxşı, 55-ə baxaq. 55 bir azı fərqlidir bunlar. Əslində eyni şeydir, sadəcə tərsinə sualdır. Bayaq hərfləri verib sıra nömrəsini soruşur. İndi sıra nömrəsini verib hərfləri soruşur mətin. Bax, görün bir eləyə bilərsən özün. Bax, 1-də yenə də 0, 1, 0, 1, 2. 0, 1, 2. K-mız neçədir? 0. 4 dənə, 5 dənə K varsa 5 dənə 0 olacaq. 2-də nə durur? K, O. 0, 0, 0, 0, O 1-dir. 3-də nə durur? 0, 0, 0, 0, 3-dür. İndi, bizə 1-də 0-dır, 2-də 1-dir, 3-də 2 olmalıdır. Mən niyə bunu 3 yazdım? 2-dir. Bu gəlir 182-ci yerdə olan hansı sözün dayanını tap. Səncə necə eləyərik? 182 burada onluqdadır. Bunu nə eləyərəm? Bu neçəli say sistemidir? İlk öncə sən bunu denən görün mən. Neçəli say sistemidir? Üçlük. Deməli, nə eləyərəm 182-ni? 3-ə bölərik. Necə? 3-ə bölərik. İndi yaxşı. Mən burada 182-ni 3-ə bölərəm, yoxsa 180 deyil. Ay, sağ ol. Biz dedik axı, bax, mətin, qabağındakı bir vahid aşağıdır. Bu 3-dür, bu 2-dir. İndi mən 182-nin qabağını tapmaq üçün də mən neçəni tapmalıyam?
181. 181. 181 nəyə çevirərəm? Üçlü say sisteminə. Deməli, 18-də 6 dəfə 18 qalır 0. Burada qaldı 1. 60 edir. 3 dəfə 60 eləyir 20. Qaldı 0. 20-ni 3-ə bölürəm. Biraz əndrəbadi getdik. 6 dəfə 3, 18 qaldı 2. 6-nı 3-ə bölürəm. 2 dəfə 3 elədi 0. 2 ilə bölürəm. Aldım belə 2, 0, 2, 0, 1. İndi 2-nin kodu nədir? Mən bir faizi adaptörü gətirim canım. Tez ol. 2-nin kodu P-dir, 0-ın kodu 1-dir, 2-nin kodu P-dir, 0-ın kodu 1-dir. 1-lə də çaşdım. Bir dəqiqə. 2-nin kodu P-dir, 0-ın kodu K-dır. 2P-dir, 0K-dır, 1 də O-dur. Pıkı O. Maraqlı bir şey almış, pıkı O. Ayşe, sən yazmışdın yəqin ki, hə? Mən yazmamışdım, amma bildim. Hə. Neçə baxaq? Ayşə, səndə var? Mənim var. Aha. Məndə 58 var. Neçə 58? Baxaq 58-ə. Bəli. Hə. Bərabərləşsə sən x və y-in ən kiçik qiymətini müəyyən edin. Bax, mən bunu normalda belə yazsam, 6x plus 4 olur. Bu deyil 4y plus 2. Düzdür? İndi baxıram ki, mən burada x-ə hansı qiymətləri verə bilərəm, hansı verəmərəm. Məsələn, A variantını hər ikisini verə bilirəm. Çünki 8-likdə 6, 4 var, 11-likdə 4, 2 var. B də olur, C də olur, D də olur, Y də olur. Heç x-i qoyub hesablayacaq. Bax, A variantı. X-i yerinə 6 qoyuram, edir 48 plus 4, 52. Bərabər. Y-in yerinə 11 qoyuram. 11 vur 4, edir 44 plus 2, 46. 52, 46-ya bərabər deyil. Bu getdi. X-in yerinə 10 qoyuram, 60 plus 4, 64. Y-in yerinə 14 qoyuram, 48 plus 2, 50. Bərabər deyil. 7 qoysam, 42 plus 4, 46. Bərabərdirmi? 13 qoysam, eləyir 2, 1 yadda, 52. 52 plus 2, 54 bərabər deyil. 9 qoyuram. 54 plus 4, 58. 5 qoysam, 20 plus 2, 22 bərabər deyil. Kesin doğru cavab yoxdur. Baxaq. 7 qoysam, 42 plus 4, 44. 10 qoysam, 40 plus 2, 42. Doğru cavab yoxdur deyirsiniz burada. Ha, sən də belə alırsan, yoxsa? Məsələn, yəni mən də işarələmişdim o sualı. Ola bilsin ki, nəsə problem olur. Hə? Deyirəm müəllim, nəsə o sualı da... Gəl bura bir dənə 11 qoyaq. 11 qoysaq, bax bura, y-in yerinə. 11 vur 4, 44, deyil. Ha, bu 42 plus 4, 46 eləyir. Hə, bura 11 qoysaq, y-in yerinə. Bax bura. 11 vur 4, 44 plus 2, 46 eləyəcək. Bir dənə burada y-in yerinə, onun yerinə 11 qoysaq düzəlir. Cavabı səhvdir. Aydındır? Əsəb, əla. Silək bunu. Aha. Başqa? Başqa var? Var müəllim, amma bu yazdıqlarımıza oxşardı deyə ona görə də sual vermədim. Hə. Bir də ona mətninə gəlsin, ona da sual verək. Yeni dərsi çatdırma yazıb keçməyi. Mən sizə videosunu atacağım, Ayşədir. Baxarsan, yaxşı, mütləq şəkildə. Qurğular dərsi. Texniki təminat qurğuları. Bu biraz rahatdır, çünki hesablama yoxdur. Biraz istirahət edəcək beyniniz, çünki daimadan hesablama edirik. Texniki təminat qurğuları, periferiya qurğuları, sizə ehmlər düşmür. Texniki təminat qurğuları, periferiya qurğuları, yaddaş qurğuları. 3 dənə qurğulara aid dərsdir. Testləri də hamısı dərs oxuyandan sonra rahatdır. Zaten baxaq, bu da eynidir. Bu
Bu da eynidir, bayaq elədik. 0-ı 1 ilə əvəz et, 1-i 0 ilə əvəz et. Eyni, eyni. 2 sayısını ədədi 8. Hə, heç kim toplamadı. 2-li sayısını 32 rəqəmli ədəd verir. Üstünə 8-likdə bu ədəd gəlir. Bunu məsələn 2-likdən 8-liyə çevirə bilərik. Üstünə bunu toplaya bilərik. Alınmış ədədin üzərinə 4-lü sayısında ən kiçik 10 rəqəmli ədəd gəlir. Bir dənə 1 yanında 10 dənə 0. Sonra alınmış ədəd 16. Sadəcə say simlərində toplamalardır. Hə, Mətin gəldin. Mənim gəldim, sormuşdu. Hə, tamam. Mətin 61, 62, bunlar hamısını özün eləməlisin. 63, 64, 65, sadəcə say simlə toplamalardır. 67-yə baxa bilərik mənim. Baxaq. Görək bu 67 nədir? Deməli. 2 üstü x üstə gəl, 2 üstü y üstə gəl, 2 üstü x. Dərsün, üstə x-i bunun. Dəqiqə baxaq. 2 üstü x. Üstə gəl, 2 üstü y. Axırıncı da x-dir, bu z olmalıdır məncə. X oxşuyur, amma z-dir məncə bu. Z-dir mənim, məndə kitab var, z-dir. Hə, onluq ədədi 8-li say sistemində ifadə edilərsə, bu onluq say sistemindədir. Deyək, bunu 8-likdə ifadə edir. 8-li say sistemində ifadə edilərsə, 8-li say sistemində ifadə edilərsə, 4 fərqli rəqəmdən ibarət 6 rəqəmin mümkün olabiləcək ən böyük ədəd yaranır. 4 fərqli rəqəmli, bax, 4 dənə fərqli rəqəmli 8-li say sistemində 4 fərqli rəqəmdən ibarət 6 rəqəmli, 6 rəqəmli ədəd yaranmışsa yoldaşlar. Baxın, 1, 2, 3, 4, 5, 6. 6 rəqəmli ədəd yaranır 8-li say sistemində. Və bu ədədlərin hər biri 4 fərqli rəqəmdən ibarət ola bilər. Məsəl üçün 0, 1, 2, 3, 4, 5, 6, 7. Aydındır belə. Amma 4 fərqli rəqəmdən ibarətdir. Hər biri. Baxın, ədədi 8 sayısını ifadə edilərsə, 4 fərqli rəqəmdən ibarət 6 rəqəmin mümkün olabiləcək ən böyük ədəd yaranır. Və 8-li say sistemində deyildi ya, 0-dan 7-yə qədər rəqəmlərdən biridir. Şərtimiz nədir? X böyükdür, Y böyükdür, Z şərtinə əsasən X, Y, Z-in dəyərlərini müəyyən edin. Aha. Bir dəqiqə, üzr istəyirəm, bir dəqiqə. Səsim gəlir? Gəlir mənim. Hə. Baxın, burada bizdə 8-li say sistemi dediyinə görə 8-li say sistemi bazı rəqəmlər hansılardır? 0-dır, 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır, 7-dir. Düzdürmü? Bizə deyir ki, ancaq bu 4-ündən istifadə edə bilərsən. Çünki 4 fərqli rəqəmdən ibarətdir deyir. Və ancaq 4-ündən istifadə edə bilərik. İndi, biz bu 8-li say sistemindəki ədədi onluqda 2-nin qüvvətlənən cəmi formasında yazanda bizə normalda biz neyini? Məsəl üçün yazıram bura 7635 məsəl üçün və ya 76 belə yazacaq da 7, 6, 5, 3, 5, 4, 2, 6 rəqəmli ədəddir. Mən bunu onluğa çevirsəm nə alacam? 0, 1, 2, 3, 4, 5 alacam, düzdür? Yəni 7 vur, 8 üstü 5, üstə gəl 6 vur, 8 üstü 4, üstə gəl 3 vur, 8 üstü 3. Və məndə deyir ki, 2 üstü x plus, 2 üstü y plus, 2 üstü z onluq ədədi. Yəni bunları da 2 üstü ifadənin 2 üstü ədədin qüvvəti formasında cəmləyib axırda. Və ancaq 3-ünü saxlayıb. Bax, deyək ki, bu 6 dənədən ilk 3 dənəsini saxlayıb, qalanlarını belə deyək də yazmayıb. Və məndə, bir geri qayıdım, silirəm bunları. Aha, mən burada elə bir rəqəmlərdən istifadə etməliyəm ki, mən burada gözüm bununla sileyim. Baxın. 2, 3, 1, 2, 3, 4, 5, 6. 0, 1, 2, 3, 4, 5. Qüvvətlərə vuranda, yəni mənə fikir verin, gör nə deyir? Deyir ki, ədədi 8-li say sistemində ifadə edilərsə, 4 fərqli rəqəmdən ibarət 6 rəqəmli mümkün ola biləcək ən böyük ədəd yaranır. Yəni mən elə etməliyəm ki,
Burada mən, məsəl üçün, 4 qoysam, bu 8-lik rəqəmdir. 4 vur 8 üstü 5 eləməli, düzdür? Mən bura 6 qoysam, 6 vur 8 üstü 5, mənə 2 üstü ifadə verməyəcək. Bilirsiniz niyə? Çünki 6-nı hər hansı bir 2 üstü ifadəyə gətirə bilmirəm. 6 2 üstü neçədir? 2 üstü neçə demək deyil. Düzdürmü? Gərək mən yazım, 6-nı parçalayım, 4 üstə gəl 2, vur 8 üstü 5. Bu da məndə nə eləyəcək? 4 2 üstü 2-dir, 2 ilə 2 üstü 1-dir. 8 ilə 2 üstü, 8 üstü 5 ilə 2 üstü 15 yazmalıyam. Eləyəcək 2 üstü 17, üstə gəl 2 üstü 16. Düzdür? Amma məndə nə almışam? 2 üstü x almışam. Deməli, cəm formasında yazmalı deyiləm. Deməli, mən bu 8-lik say sisteminin bazı rəqəmlərindən elə 4 dənə rəqəm seçməliyəm ki, 8 üstü 6, 8 üstü 5, 8 üstü 4, nə bilim, 8 üstü 2, buna vuranda 2 istifadə alsın. O da hansılarda ancaq 4-dür, 2-dir, 1-dir, 0-dır. Aydındır, çünki 4 2-nin kvadratıdır, 2 2 üstü 1-dir, 1 2 üstü 0-dır, 0 da elə bizə nəyi verəcək? 0-ı verəcək də. Çünki 0 vur 8 üstü 5 elə 0 verir bizə. Yəni, mən ancaq bu 4 dənəni seçə bilərəm. Və mənə nə deyirdi şərt olaraq? X böyükdür, Y böyükdür, Z şərtini verib. Yəni, məndə ən böyükdən ən kiçiyə doğru getməlidir. O zaman ən böyüyə 4 qoyacam. Sonra qoyacam 2. Bax, bura 2 qoyacam. Burada qoyacam 1. Və məndə cəmi 3 dənə qüvvət var deyək. 2 üstü X, 2 üstü Y, 2 üstü Z. Deməli, bu birisilər 0 olub. Çünki bu birisilər nəzərə alınmayıb. Ancaq ilk 3 dənəsi nəzərə alınıb. Yəni, 4-dür, 2-dir, 1-dir. İlk 8-likdədirsə, bunu silirəm indi. Nə yazacam? Yazacam 4 vur 8 üstü 5, 4 vur 8 üstü 5, üstə gəl. 2 vur 8 üstü 4, üstə gəl. 1 vur 8 üstü 3. İlk alanlarda 0 edir. Üstə gəl 0, üstə gəl 0, üstə gəl 0. Bərabər. İndi, mən də 4 neçədir? 2-nin kvadratı. Vur, 8-i də 2 istifadəyə çevirsəm, 2 üstü 3, 2 üstü 15. Üstə gəl, 2 vur, 8 üstü 4, eləyəcək 2-nin kubu 2 üstü 12. 2 vur, 2 üstü 12. Üstə gəl, 1 vur, 8-in kubu da eləyəcək 1 vur. 8 üstü 3, 2 üstü 3, 2 üstü 9. Aha, demək burada nə alıram? Sıfırları daha yazmıram da. 2 üstü 17, üstə gəl 2 üstü 13, üstə gəl 2 üstü 9. Bu mənim ala biləcəyim ən böyük cəmdir. İndi mənə deyir ki, x, y, z-in dəyərlərini təyin et. 17, 13, 9. Cavab olur B variantı. Aydındır Ayşə? Bəli. Biraz qarışıq görsənə bilər. Baxın indi, mən gəlib, bax bu ədədi, bax bu cəmi 8-ci say sistemində təyin etsəm, bax bu ədəd alacam. 4, 2, 1, 0, 0, 0 alacam. Özünüz evdə artıq videoya baxanda təzədən geri qaydarsınız. 8-liyə çevirərsiniz. 8-liyə çevirmək üçün neyəsiniz? 2-nin 8-in qüvvətlər formasını yazasınız. Görəsiniz ki, bizə həmin ədədi verir. Eləyəcək neçə? 4 vur 8 üstü 5, üstə gəl 2 vur 8 üstü 4, üstə gəl 1 vur 8-in kubu. O da eləyəcək 4, 2, 1, 0, 0, 0. Elə ki, geri qaydırıq. Burada bizə 2-nin qüvvətlərini verib 8-liyi soruşur. O da 17, 13, 9 edir. Aydındır? Bəli. Belə. Qalanlar da hamısı eyni tip misaldır. Bir dənə üstündən gedərsiniz. Nəsə bilmədiyiniz olsa, misalını yazın. Gələnlər sonrasında qurğular dərsindən əvvəl bilənə son dəfə baxacaq. Yaxşı mətin? Yaxşı. Amma bitirməlisiniz mütləq gələnlərsə. Evə qurğular dərsi verirəm. Bayaq Aysilə dedim, indi sən deyirəm mətin. Qurğuların videosunu atacağam. Texniki təminat qurğuları, perfiliya qurğuları. 2 dənə mövzudur. Yaddaş qurğuları perfiliyanın içindədir birbaşa, asat mövzudur. Hamısı nəzəriyyat. Daha hesablama bu dərsi qutardı. Bir də algoritm. Qurğulardan sonra algoritma başlayacaq. Orada hesablamalara təzədən davam edəcək. Orada dəhşət çox hesablama yoxdur. Ən çox hesablama ilk anlayış say sistemidir və belə deyim, ən iceberg hissə də elə bu ikisi idi. Bir də Python'dır. Ondan sonraki mövzularınız inşallah rahat olacaq. Müəllim, bir şey məsələ var. O imtahana açıq suallar düşürür müəllim. Onlara aid biz necə gələcəyik? İşlədəcəm. Say sistemlərini ilk anlayışda hamısını açıq suallarını seçiləcəm, narahat olmayın. Hələ ki istəyirəm ki, qoy... Müəllim, siz nə edəyik? Deyim, Python'da olur, nəsə yazır, kod yazır. Hə, proqram qurma. Onu Python'da öyrədəcəm də mən sizə.
Hə, deyirəm, müəllim, onlar da yerə daha çətin. Hə, yox, narahat olma. Hə, onu ayrıca öyrədəcəm mən sizə. Bəli. Hamısını testlərini işləyəcək. Xoşdur, buyur. Sualınız varsa buyurun, yoxsa yekunlaşdıraq. Hə, bir də testləri də yazacağam. Koderadan hansı testləri işləyəsiniz qurğulardan? Onu da yazacağım rəqəmlərin qrupa. Oldu, hələlik, sağ olun.